Y hərfi kömək edir ki, zi iki səs qədər uzadılsın. Vəllezine gəlir. Min qablikum. Min qablikumda nə baş verdi? Burada nun hərfi qaf hərfinə yetişir və gördüyünüz kimi burada ixva yazılıb, gizli oxu deməkdir. Nun hərfi qaf hərfinə yetişəndə qaf hərfi də ixva hərflər qrupuna aid olduğuna görə nun hərfi onun məxrəcində də gizlədilir. Burada bir dənə də B hərfi var, o da qəlqələ hərfidir. Onu da vurğulu şəkildə deyəcəyik. Belə deyirik indi. Min qablikum. Min qablikum. Min qablikum yox. Biraz vurğulu şəkildə. Min qablikum. Mim hərfi izhar olunur. Ləğəlləkum. Ləğəlləkum. Burada da ayn hərfi boğazın ortasından çıxarılır və A şəklində yox, Ə şəklində çıxarılır. Mim hərfi isə izhar olunmalıdır. Yəni açıqda deyilməlidir bu. Sonra gəlir nə? Təttəqun. Təttəqun. Burada nə baş verir? Burada tə yumşaq samitdir. Bu tə də yumşaq samitdir, şəddəlidir. Quna isə də bu quda demə məddə arizdir. Bu 1-4 əlif miqdarı qədər uzadılır. Yəni biz ayələrin sonunda demək təxminən 4 saniyə miqdarında bunu uzadacağıq.